Nəyə görə Montenegro? Niyə görə Montenegro? Çünki vizasızdır. Azərbaycan vətəndaşlarından viza tələb olunmadığına görə bu ölkəyə getmək bizim üçün çox əlverişlidir. Həmçinin bu ölkəyə getməklə onunla sərhəd olan Bosniya, Hersegovina, Serbiya və Albaniya kimi ölkələrə rahatlıqla keçə bilərik. Səyahətinizin ən yadda qalan anı nə oldu? Səyahətimizin ən yadda qalan anı Montenegroda Kotor, Piraz, Podgorica, Tivat kimi şəhərləri gəzdik və bunların içərisində ən gözəli demək olar ki, Kotor idi. Çünki Kotor həm də bu gözəlliyinə görə UNESCO-nun Dünya İrsi siyahısındadır. Montenegroda yerli insanlarla tanışsaq necə idi? Montenegroda yerli əhali olduqca qonaqpərvər və istiqamlıdır. Montenegroda yerli yemək təcrübəniz necə idi? Montenegronun çox zəngin mətbəxi var. Ancaq burada dəniz məhsullarını istədiyiniz qədər yeyə bilərsiniz və çox dadlıdır. Hansı yerdə Instagram şəkli çəkmək üçün daha yaxşı yer tapdınız? Piraz Instagram üçün şəkil çəkmək üçün ümumiyyətlə çox gözəl yerdir. Burada gün batımı çox möhtəşəmdir və çox gözəl şəkilləriniz alınacaq. Montenegro daha çox nə ilə yadınızda qaldı? Montenegro yadımızda tarix və mədəniyyəti, həmçinin dadlı yeməkləri ilə qaldı. Tarix boyu baş vermiş Osmanlı, Avstriya-Macaristan müharibələri ölkənin coğrafi şəraitinə öz təsirini göstərmişdir. Beləliklə burada Osmanlı, Slavyan və Aralıq dənizi təsirini rahatlıqla görə bilərsiniz. Əlavə olaraq bildirmək istəyirdim ki, mənim yaddaşım heç vaxt silinməyəcək Skadar gölü turu idi. Skadar gölü 3də 2-si Montenegro, 3də 1-si Albaniya ərazisində yerləşən zəngin təbiətli bir göldür. Və buralara səhər gəlməyinizi çox tövsiyə edirəm. Səhər suda açan ağ nilüfərləri görmək sizə zövq verəcək. Onların iyini mütləq hiss eləməlisiniz.